Başlayaq gedək. Qoşular. Bir Ləman qalıbdı, bir dənə. Təzədən bir də Şəfiqə. Düzdürmü? Onlar da qoşulsun. Nəsə problem varsa kompüterdə, yandakı sizin yoldaşlarınızın kompüterlərindən baxsınlar. Bilmirəm daha necə eləyirsiniz. Deməli, bura qədər gəlmişdik. Tamam, buralar rahat idi, bura rahat idi. Flexdir. Bir şey yoxdur. Bu da flexdir əslində. Amma ki, bunun üstünün nəyi var? Animasiyası var. Bu animasiyanı necə eləyəcəyimizi bilirsiniz. Təxmini olaraq bilərsiniz. Bilirsiniz? Kimin nə fikri var? Hover, tamam. Oy. Tamam, hover eləyəcəyimiz bəllidir. Gedək yüngüldən yazaq ki, bunun copy image, save image. Bunun imicini götürmək olur. Promoin HLGB kimi saxlanır. Onda bir dənə hara gedirəm? Downloads yox, desktop, mentor, online, CSS, 6. Bir dənə bura. Məncə 2-3 dənəsini, 4 dənəsini şey eləsəm bəs eləyər. Save images. Aha, olmadı. Sən bura. Sən bura. Sən bura. Tamam, 5 dənə olsun. Bu qədər bəsimizdir. Bunları getdik, saxladıq burada. İndi gedib deyirəm ki, məndə bir dənə divim olacaq. Bu divimin adı olsun Gallery Section. Tamam. Gallery Section. Və yaxud ID-si də ola bilər. Rəviz necə istəyir. Klass qalsın, çox da fərq eləmir. İndi bunun içində necə olacaq strukturumuz? Statik olaraq düzərsiniz bunları, yoxsa 4-4 ayırarsınız, necə eləyərsiniz? Mən olsam promo şəkildə düzərəm. Çünki niyə? Flexim var. Çox dərləşməyə ehtiyac yoxdur. Bura şəkillərimizi əlavə eləyək. Bu 1-dir. İkinci şəklimdir. 30-u da götürdük. E1, bunu da götürdük. Bunu da götürdük. Şəfiqənin yenə istəyi böyük ehtimalla gəlməyib. Çünki gələndə belə bildiriş kimi bir səs gəlir mənə. Baxın, indi göstərərəm. Baxın, yenə heç bir yoxdur. Bir dənə raised hand var. Ayxan Abbaszadə. Şəfiqə görsənmir. 1, 2, 3, 4, 5. Düz qoyduqmu? Hər hansısa bir 76, 30, E1, 76. Bunu eyni qoyduq deyəsən, hə? Hansını qoymalıydık? C-dır. Bu yoxdur. Aha. Bir dənə bunu go live verirəm. Bundan əlavə də bunların altına nə gəlməlidir? Bir də Project 15 deyə bir şey var. Sizcə bu nədir? Bunun çölündədir ya içindədir? Bunun birbaşa içində yaza bilərik də bunu. Amma bu ilişdi qaldı burada. Tamam. Neyniyək? Aha, bunlar gəldi, düşdü bura. Bunun birbaşa olaraq içində gedirəm. H neçə olsun? 2 olsun, 3 olsun, ürəyimiz nə istəyir? H3 olsun, tutaq ki, project nə bilim neçəsə. Bir dənə bundan, bir dənə də project qoyuram bura 1. Bu olsun 2, bu olsun 3, bu olsun 4, bu da olsun 5. Tamam. Əla, super. İndi bunları necə bölərəm? Birinci gedirəm style. Style. Açıram. Padding 0. Götürmədi. Padding 0. Margin 0. Box sizing. Border box. Bunları da qoydum. Yapışdılar küncə. İndi millət. Bu divlər, Gallery Section'ın içindəki divlər. Birinci olaraq Gallery Section'ıma nə verərəm? Nə verərəm? Səsiz çıxsın. Bunları yan-yana sal. Display flex. Tamam. Display flex. Fleximi verdim. Tamam. Bunlar düşdü yan-yana, amma görsünüz belə. Bu şəkildə. Çünki bunlara birinci bir də ölçü verməliyəm. Yaxşıdır ki, bunlara ölçü verim. Gallery Section'ın içindəki divlərə, birbaşa olaraq divlərə. Tamam. Nə deyərəm? Bunlara ölçü. Məsələn, bir ekrana tam olaraq 4 dənə sıxışıbsa, bunların ölçüsü neçə olar? 25 olar. Yes, razıyam sizdən.
Width desəm 25% desəm, baxıram, görürəm ki, bunlar təxmini olaraq sıxışırlar yavaş-yavaş. Amma ki, şəkillər olardı. Şəkillər tam o deyillər. Width 25%. Bunların içindəki şəkillərə neçə faiz deyərəm? Yenə 25%. Yox artıq. 25% deyərəm, yoxsa uşaqlar nə deyərəm? 100%. 25% olsa, bilsən necə bir şey olacaq? Səndəki, məsələn, divin 25% tutur, bax, bu divin 25% tutur. Şəkildə onun 25%-ni tutur. Başa düşdün? Sən artıq çöldəki divə bir ölçü vermisənsə, şəkilə verməlisən nə qədər? Nə qədər? 100%. Yes. Bax, görsən, hal-hazırda düz əməlli şəkildə 1, 2, 3, 4, 5 dənəsinə hətta sığdırıb bura fleximə görə. Deyirəm ki, aşağı düşməyənə, məsələn, 25% vermişəm, sıxışdırıb 5 dənəni bura. Nə verməliyəm? Razıyam. Tamam. Artıq düzgün şəkildə oldu. Artıq düzgün qaydada oldu. Bir mənalı olaraq düzgün dayanıblar. Buna statik olaraq hündür... Hə. Çünki bu şəklin ölçüsü fərqlidir. Bax, bu 186, 79, 186, 79, bu 190, 35. Gördün? Hə, sən statik olaraq ölçü versən ki, mənim bu divlərimin bir dənə də height'ı da var ki, nə bilim, tutaq ki, 180 piksellər və s. Və bu imiclərinə də içinə height'ına tutaq ki, 100% desən, hə, bu artıq ondan qırağa çıxmayacaq. Amma imicləri artıq nə bilim object cover, object cover və s. deməliyik. Cover contain. Adətən bizə verəndə, məsəl üçün, dizaynerlərimiz heç vaxt belə vermirlər. Fərqli şəkildə vermirlər. Bir də məsələn, burada baxaq görək ölçüsü nə qədərdir. Burada sadəcə bir şəkildə ölçü qaçıbdır. O da o qədər də yaxşı bir şeydir. 260 piksellik bir şeydir. 263 piksel. Burada da desəm məsəl üçün onu 263 piksel. Hə, yəni pis deyil əslində. Bax, hal-hazırda hamısı görsən eyni ölçüdə dayanıblar. Ki normalda height vermək mən sizə demişəm o qədər də yaxşı bir şey deyil əslində. Vermək olar, yəni amma o qədər. Yəni height adətən verilmir. Bilirsən necə? Məsəl üçün dizaynerlər şəkil verəndə sən bunları eyni ölçüdə verirlər ki, hə, bunları eyni ölçüdə verirlər ki, şəkil sıxmasın, böyüməsin. Məsəl üçün mən buna 263 piksel vermişəm. Bu bundan biraz böyükdür. Şəklin bu qədər hissəsi təxmini itkiyə gedir. Bax, bu qədər də olsa bir damcı hissəsi itkiyə gedir. O böyüdür, şəkli konteyn eləyir, cover eləyir, çalışır ki, bütün şeyi tutsun. Bax, görürsünüz nə qədər də olsa, bircə damcı da olsa oynama var, bax. Fikir verin, çox az. Ki, ona görə adətən height çox da istifadə olunmur. Amma belə yerlərdə nə etmək olar? İstifadə edirik. Nə oldu? Əl qaldırdılar. Əl də gəlsin. Mənim birinci şəklin altındakı yazı yoxsa siz yazmıyorsunuz, yoxsa yoxa çıxdı? Yox, mən yazmışam. Özü girib nəyəsə altına. Baxaq görək nəyin altındadır. Project, one. Necə girib, heç onu da bilmirik. Baxaq görək. Maraqlı bir şeydir. Galerisek, div 1. Deyir, girib bunun altına. Height-la və s. bağlı. Heç olmaz. Biz qaldırarıq. Qaldırarıq onun üstünə. Zaten bizim bunlar Project 1-2 burada dayanmayacaq ki. Bunlar harada dayanmalıdır millət? Harada dayanmalıdır? Şəklin üstündə. Şəklin üstündə dayanması üçün mən bunlara nə verməliyəm? Opacity. Üstünə çıxması üçün. Opacity olmaz. Yox, bax, bu bir şeyi digər, bir elementi digər elementin üstünə çıxartmaq istəyirəm və sağ ol, position. Tamam. Və buna position absolute verirəmsə, ümumiyyətcə birinci olaraq nə verirəm? Absolute verməliyəm. Absolute verdim. Tamam, relativi hara verməliyəm? Ay, sağ ol. Şəklin özünə yox. Mən təklif eləyərəm ki, niyə imicə verirsən ki? Promoy bunun divi var, ana elementi. Hə, divə verərsən, position, relativdə divə verərsən. Buna görə deyəm. Və indi bunlara desən ki, H3 dərə, bir dənə məsəl üçün top 0.
Bax, hamısı dayanıblar burada. Gördün? Dayanıblar gözəl qəşəng şəkildə burada. Məsəl üçün divə bunu ortaya gətirmək üçün transformla istifadə eləmək istəmirsək, məsəl üçün görək bu flexi tutur. Display flex verərəm. Justify content center. Hə. Align items center. Aha, ortada tuturlar. Gözəl qəşəng şəkildə. Düzdürmü? Baxıram görəm bu şeylər nə qədər tutur. İndi buna mən nə verməliyəm arxa planına? Nə verməliyəm millət? Hələ hoverdan qabaq. Məsəl üçün bu şəklini eləməyə çalışırıq. Bax, arxa plana nə verməliyəm? Bir rəng verərəm da birinci. Düzdürmü? Hələ bir rəngini ver, transparency-sini sonra verərsən. Gedib deyərəm ki, H3-ün background color-ı qaradır. Hələ ki, bax, qaranı verdim statik. Gör nə qədərini tutur bu. Bu qədər cəmi. Bunun tam hamısını tutmaq üçün nə edərəm? Width 0, daha doğrusu width 100 deyə bilərəm. Width 100% və s. Tamam. Height-ını da 100% deyə bilərəm. Düzdür? Ondan sonra bunu buradan transparency-sini azalda bilərəm. Azalda bilərəmmi? Azaltdımsa bunun transparency-sini əgər buna bir dənə də text color deyə bilərəm. Color. Tamam. Artıq yaxşı. Baxın, qayıtdı bunlar bura. Bayaq mərkəzdə idilər. Niyə? Yes, width-lə height verdim. Yaxşı, onda artıq flexi hara yazmalıyam mən? Flexi divin özünə. Yes. Hansı divin özünə? Divin özündədir da zaten. Divdə də onsuz yox. Nə yazaram? H3-ə verə bilərsiniz. Yes, H3. Çünki H3-ün artıq müəyyən bir ölçüsü var və. Məsəl üçün, bu yazı o ölçünün ortasında dayanmalıdır. Ona görə gedib deyərəm ki, sən display flex, nə bilim nə. Aləm vurduq bir-birinə. Niyə? Nə deyik biz? Hə, bu ortasında qalsın. Oy. Burada qalsın. Gəl bunu bura verək. Tamam. Tamam, düşdü ortasına. Bunu buradan yığışdıranda niyə mərdim azarlıq eləyir? Baxaq. Hə, mərkəzində durmur artıq. Hə, müəyyən qədər mərkəzində durmur. Ha, belə bu şəkildə verə bilərik. Bundan başqa, bu yol işləsə, məsəl üçün bir yol da var bunun. Görün, bu da işləyir. Bu da işləyir. Bir dənə də gəlin, sizə bundan öyrədim. Baxın. Bir dənə baxın. Topu 0-ı sildim, height'ı sildim, width'i sildim. Bir dənə görün nə yazdım mən bura. Sadəcə. Inset 0. Bu inset 0 nə demək? Bilirsiniz belə bir şey? Millət? Bilirsiniz? Hə. Ay son, baxın, insetə mən bir dənə 10 versəm, 10% versəm, başa düşəsiniz nə deməkdir. 20% versəm, başa düşəsiniz nə deməkdir. Tutdunuz təxmini temanı. Tamam. 0 o deməkdir ki, içərisindən hər tərəfdən 0 məsafə saxla həmin elementin. Və onu o qədər yekəlt. 10% artıq 10% məsafə, 20% 20 və burada artıq top, bu bütün hamısını, width-in, height-ın, top left, topun left-in, right-ın, bottom-ın qarşısını birbaşa şəkildə, yəni 4 dənə tagin qarşısında bir dənə bu alır. Inset 0. Gözəl şəkildə və artıq transparency-mi gedib verərəm ki, sən bu qədərsən. Düzdür? Insetə faiz verəndə hansı tərəfdən nə qədər tutduğunu necə bilir? Necə hansı tərəfdən nə qədər tutduğunu? Məsələn, 40% verir. 10% verirsə, hər tərəfə 10% artır, yoxsa necə? Bax, 10% verdinsə 10% azalır. Başa düşdün? 90%-ni tutur. Aydın oldu. Inset qıraqda nə qədər? Bir də outset var bunun outseti. O da outline. Outseti burada, hə. Yox idi burada. Yox, outline-ı var imiş.
Yox, Onda belə inset. çıxır ki, insert vermək üçün gərək əsas elementin bir width height olsun. 100% ki da. Yoxsa nəyə görə? Nəyin insetini tutacaq yoxsa? Bu inset məsələn gələcəkdə də çox işimizə yarayacaq. Tamam. Bunu bu şəkildə verdin. İndi bir dənə bunun nəyi qaldı? Nə? Hover vermək. Yes, hover vermək. İndi bizdə bu olmalıdır. Bu olmalı. Bunu belə də yaza bilərdik da. Gəlin birinci gəlin width-lə. Baxın bu şəkildə də ola bilər. Width, height. Bunu da göstərəcəm sizə. İki yolda göstərəcəm. Məsəl üçün. Gəl məsəl üçün birinci bundan eləyək. Width, height bildiyimiz yolla. Deyirəm ki, h üçün tamam normalda height-ı və s. var. Normalda bu olmamalıdır, düzdürmü? Məsəl üçün height olmalıdır 0, sonradan qalxmalıdır. Deyə bilərəm belə bir şey. Məsələn, bunun şeyi qaldı. Overflow-una hidden desəm, bitər bu buradan. Aha, bu da itdi. Baxın. Norma baxın, h-ın height-ına 100%-dən 0%-ə çəkəndə bunun burada qaldı nəyi? Bunu. Yazısı. Çünki çölə daşıb. Əslində bunun height yoxdur. Bunun overflow-una hidden desəm yazı yığılışar. Yığılışdı. Düzdürmü? İndi buna nə deyərəm ki, mənim istədiyim kimi olsun? Şşt, belə. Deyin. Gözləyirəm. Hover versək. Tamam. H3-ə deyirəm ki, hover. Overflow hidden yığışdırmaq var. Ehtiyac yoxdur onu yığışdırmağa. Height verək də. Neçə? 100. Alo. Tamam. Əla. Neçə vaxt səsim gəlmir təxmini? Nə qədər də özümə danışıram? Əlimdə tonlarını yazmamışlar hələ. Tamam. Əla. İndi qəribə şəkildə məsəl üçün bunu verdik. Tutaq ki width 0, bottom 0, width 0, height 0 tutaq ki. Bunu məsəl üçün 100% eləyəndə görsənirdi. Düzdürmü? 100% eləyəndə görsənirdi. Tamam, hal-hazırda görsənir. İndi mən bunu deyirəm ki, məsələn, statik olaraq 0-san. Amma hover eləyəndə neçəsən? 100%sən. Tamam, hover eləyəndə tutaq ki, deyək ki, 90%sən. Görək götürürmü? Ay, sol, götürür. Gözəl şəkildə də götürür. İndi mən deyirəm ki, yox, height-ım normalda 0-san. Tamam. Hover eləyəndə 100%sən. Bir dənə baxıram. İndi niyə götürmüş? Harada səhvə yol verirəm? 0%. Transforms'a ehtiyac var, transition falan. Tamam, transformu, transition'ı bu tutandan sonra verərik. Buyur. O hover'in qabağına h3 yazmamışsan, buna görə. Ayo. Millət. Səhvə baxın, səhvə baxın. Çox qəşəng, çox gözəl. Biz hover'ı nəyə yazmışıq? H3-ə. Hə, H3 var ortalıqda. Height-ını 0 yandan sonra. Nəyə verməliyik? Nəyə verməliyik? Yes. Deməliyəm ki, sən divə hover eləyəndə nə? H3. Belə də yox.
Belə. Düzdürmü? Height nə olsun? 100%. Bilirsiniz hardan gördüm məsələni? Baxıram ki, 0 eləyəndə bura basanda olmur, amma 10% eləyəndə H3-ə basanda olur. Çünki niyə? H3 onda ortada olur. Onda statik olaraq nə deyərik H3-ə? 0%, 0 və yaxud. Hover eləyəndə neçə faiz? 100%. Olur. Bir dənə indi hal-hazırda nə deyərik? İndi deyə bilərsiniz transition. Transition hara verməliyik? Yaxşı. Niyə divə? Bizdə artan azalan nədir? Transition artan azalan nədir bizdə? Height-ı. Hara verməliyəm? Gözəl. Necədir? Nə? Olsun 0,3. Yaxşıdır belə. Adam səhərə qədər oturub oynamaq istəyir belə. İndi məsəl üçün bunun height-ını yox. Məsəl üçün width ilə eləsək bunu. Width 0. Deyirəm ki, width 100%. İndi temaya baxın. Bax, height-ını verirəm 100%. Hardan açacaq? Gördünüz? Çünki statik olaraq mərkəzləmişik elementimizi. Ona görə mərkəzdən açılır. Mərkəzə salmasaydıq, sırf məsəl üçün mərkəzdən olmazdı. Məsələn, bunun... Height. Width. Onu da hamısını yoxlayacaq, narahat olmayın. Bunun da 0, bunun da 0. Tamam. Üçüncüdən deməyimiz üçün bir dənə bunun mərkəzini tənzimləməyimiz lazımdır. Bu tərəfdən mərkəzdə olmamalıdır. H3 burada mərkəzdə olmamalıdır. Tamam. Bottom. Bunu dəyişməklə hal-hazırda şeylə vermirik. Transition'la. Aha. Ay sağ ol. Necədir? Bottom. Hə, yuxarı istəyirsinizsə yuxarı üçün sanacaq. Gəl. Necədir? Belə. Qəşəng. Right eləsəz right. Güzel. Hamısını həm right eləmişik, həm left eləmişik. Right eləsəz right. Tamam. Bottom eləsək. Bunu başa düşdünüz uşaqlar? Vəziyyət. Necədir, necə deyil. Maraqlıdır. Tamam. Bir də bunun width-lə, height-lə yox, eləyə bilərsiniz nə ilə başqa? Başqa ağlınıza nə gəlir? Nə ilə? Yox. Flex bilirsən necə? Flex ölçüsü artan, azalan bir şey deyil. Yəni ya justify content center olur, ya start olur da. Yəni bu bir aralıq deyil ki, 0-100 kimi. Başqa nəyə ölçü verə bilib, məsəl üçün, harasa apara bilirik? Width height-ı çıxsaq, məsəl üçün, width height verməsək. Width-ı çıx, height-ı çıx. Buradan da width-ı bağla, height-ı bağla. Tamam, bu şəkildə dursun bunlar. Gəl də buradan bir dənə insert-i aç. Bu şəkildə dursunlar. Tamam. İndi bu şəkildə nə edə bilərik? Width-siz, height-siz. Millət, buradakılar nədir? Baxın, bottom. Sıfırdadır, hə, hal-hazırda. Bottom 100% desəm. Tutdunuz təxmini. Bu hara gedir normalda? Bottom 100%. Ay, sağ ol. Və yaxud top. Hə, bottom mənfi 100%. Lap. Hə? Bildiniz nə eləməyə çalışırıq? Təmiz olaraq şəkildən aşağı saldıq bunları. Nə ilə? Bottom mənfi 100%-lə.
Overflow-nu hidden eləsək, hop, görsənər. Niyə? Bottom 100 eləsək, Overflow başsa verir. yes, razıyam. Düz. Düz. Bir dənə də geçsək buradan. Tam olaraq aparmamışıq. Bottom 100-120 desəm. Aha, 110. Bəs eləyir. Gördünüz? Gedir təxmin olaraq. Bir də inset. Insetin yığışdırsam, rəngi də düzələr bunun. Width-ini, height-ını da statik olaraq 100 versəm, məsələn, bottom yığışdır buradan, inset yoxdursa əgər, width height-ını nə ver? 100%, 100%. Tamam. İndi mən desəm ki, bottom mənfi 110. Oba, siz getdiniz. İndi bura nə deyərəm gələr? Bu bura. Nə deməliyəm? Bottom 110. Bottom 100 gəlir. Yox, statik olaraq nədir? Bottom 100 deyil, bottom 100 qaldırır. 110. Statik olaraq bazadan gələn. Yes. Bottom 0 harda gəlir yanır? Burada. Hop. Bildiniz? Bu şəkildə. Yenə indi bunu top 0 eləsəz, nə bilim, topdan eləsəz, yuxarıdan gələr, sağdan gələr, soldan gələr. Bunlar demək ehtiyac var artıq. Tamam, bu şəkildə bazarsınız. Öyrəndiniz bunlar necə eləyəcək bizi? Bu kodu qrupa ata bilərsiniz. 100%, atarım, narahat olmayın. Bir dənə də sizdən bir şey də istəyəcəm. Rahat bir şey, çətin bir şey deyil. Burada məsəl üçün bizim yazdığımızdan biraz fərqli olaraq, şriftlərdən də biraz fərqli olaraq nə var? Bizdə məsəl üçün bura daha tünd gəlir, bura daha nə gəlir? Biraz açıq gəlir. Görsünüz? Ayşə, bu qradiyentdir. Bir dənə də sizdən istəyirəm ki, gedəsiniz qradiyent saytından qəşəng bir qradiyent verəsiniz ki, linear, yarıya qədər qaramtıl, ondan sonra biraz açıq. Və bu şəkildə yazmağınızı istəyirəm bunların. Çətindir millət? Məncə deyil. Qəti dərəcədə deyil. Bəli? Qradiyenti nə? Qradiyenti vermək sizə tapşırdım. Belə qəribə şeylər də yoxlaya bilərsiniz. 0 dek. Bax. Necədir? Görsünüz. Belə şeylər də eləyə bilərsiniz. Məsəl üçün. Nə? Nə oldu? Məncə bayaq daha qəşəngdir. İndi biraz düşoqdur. Scale 0.5-dən, tutaq ki, scale 1-ə də gəlsin. Vapşı da, yəni zibilini çıxardırsınız. Görməmiş kim nə var, istifadə edirsiniz vapşı. Bax. Biraz balaca olub gəlir, görsən. 0.1-dən tutaq ki, dənən gəl. Görürsünüz, məsələn, bunun transition'ını çox açsaz, görərsiniz ki, məsələn, 1.3 saniyə. Bax, bir dənə. Maraqlı da, millət. Yəni, belə bir şey öyrətdim sizə. Gedin, istifadə edin. Qradiyent götürməyi də CSS, qradiyent IO-ya girəsiniz. 70.000-dən qradiyentim var orada. Buradan girirsiniz, linearı seçirsiniz. Linearın üzü hansı tərəf olmalıdır? 0 dərəcə, düzdürmü? 0-ı seçirsiniz. Üzü yuxarı. Bax, mən ikisində onsuz da şey qoymuşam, qara qoymuşam. Birinin yuxarıdakı qaranın opasitesi biraz az olmalıdır. Yox, tam tərsinə. Aşağıdakı qaranın biraz opasitesi az olmalıdır. Bu şəkildə. Bunu da biraz artırsaz, təxmini bu şəkildə bir şey eləyəsiniz. Tamam. Mənim tam tək yuxarıdakı az olmalı deyil. Hə, da elə eləyirik daha. Yuxarıdakının opasitesini azaldırıq. Tamam, yuxarıdakı az, aşağıdakı çox. Hə, da bax, yuxarıdakı budur. Tamam, bunu azaldanda bax, görsən yuxarı aydınlaşır. Bax, belə bir şey. Hə. Bunların yeri dəyişir. Bir dənə bunu buradan eləyirsiniz, bunu buradan eləyirsiniz. Linear radial düzəldirsiniz, yapışdırırsınız sonra. Bunu
gələn dəfəyə millət, gələn dəfəyə saytı tam istəyirəm. Tamam. Bir qrup kimi, hamı bir qrup kimi. Saytı tam istəyirəm ki, inşallah keçək o birisi saytımıza artıq biraz da yekə məsələlərə keçək. Yəni artıq belə-belə şeyləri də öyrətməyə müəyyən qədər davam eləyəcəm sizə. Aydın oldu. Buradan artıq bu kodları, əlavə kodları silmirəm də, özünüz həll eləyə bilərsiniz. Düzdürmü? Onsuz da burada da bunları saxlamışam, burada da bunları saxlamışam. Videoda var. Tamam, artıq sizdə də hər şey. Gözüm üstə. Gözüm üstə. Videonu saxlayıram.